Gəlin planetimizin gələcəyi üçün həyati bir mövzuya toxunaq. Həll yolu isə əslində bizim əlimizdədir. Faktlar ortadadır. İqlimlə bağlı fəlakətlər həyəcanverici bir sürətlə eksponensial olaraq artır. Yaxşı, bəs bu fəlakətli tendensiyanı dayandırmaq ümumiyyətlə mümkündürmü? Gəlin ilk olaraq bu artan fəlakətlər zəncirinin sübutlarına baxaq. Təsəvvür edin, 6 baldan güclü zəlzələlərin sayı 2000-ci illərdən bəri 8 dəfə artıb. Bu da seismik aktivliyin bütün dünyada yeni bölgelere necə yayıldığını açıq şəkildə göstərir. Yəni, əsas məsələ budur ki, hadisələr həm daha tez-tez baş verir, həm də daha güclü olur. Gəlin indi də bu böhranı daha da pisləşdirən gizli bir amilə nəzər salaq. Nanoplastiklər. İqlim fəlakətlərini sürətləndirən və hər bir insana təsir edən görünməz bir qlobal təhlükədir. Bu hissəciklər bədənimizə girir, bioloji funksiyaları pozur və ətraf mühitimizi dəyişdirir. Plastik artıq tullantı deyil, planetimizi və biologiyamızı dəyişdirən aktiv bir vasitəyə çevrilib. Amma ümid var və bu ümid dünyanın aparıcı elmi beyinləri ilə bağlıdır. Bu mürəkkəb problemin həllini məhz dünyanın ən yaxşı alimləri tapa bilər. Onlara uğur qazanmaq üçün 3 şey lazımdır: qabaqcıl texnologiya, limitsiz maliyyə və sərbəst əməkdaşlıq. İndi isə bu həll yolunda sizin necə bir rol oynadığınıza diqqət yetirək. Unutmayın, ən çox danışılan mövzu sonda ən vacib mövzuya çevrilir. Məhz burada siz öne çıxırsınız. İnsanlar hər yerdə eyni problemi müzakirə edəndə hökumətlərin bir araya gəlməsi də asanlaşır. Ən əsası odur ki, biganə qalmayasınız. Sadə bir hərəkət böyük bir məlumatlılıq dalğası yarada bilər. Sadəcə bu məlumatı paylaşın. Elə indi hərəkətə keçməklə özünüzü, sevdiklərinizi və bütün planeti xilas etməyə kömək edirsiniz.